Axır ki axtardığım sualın cavabını tapmışam. Yaxın otur sən də eşit və zəhmət olmasa bu videonu o qədər paylaş ki, ölkədə bütün inanclılar bu məsələni bilsinlər və artıq bir daha şübhəyə düşməsinlər. Muhyiddin İbn Ərəbi kimi tanınır, böyük arif, adlı sanlı arif. Sünni idi yoxsa Şiə? Onun barəsində müxtəlif nəzəriyyələr var. Gəlin zəhmət olmasa bir də onu Həzrəti mərhum Ayətullah Həsənzadə Amulinin dilindən eşidək. Həzrəti Həsənzadə Amuli buyurur ki, Fütuhat-ı Məkkiyyə kitabının 6-cı babında Muhyiddin İbn Ərəbi özü belə deyir. Deyir ki, yaradılış aləminin ikinci böyük şəxsiyyəti Həzrət Əli əleyhissalamdır. Özü də Əmir-əl-Müminin kəlməsi işlədir. Və bu sözünün dəlili üçün belə deyir. Li'ənəhu kana sirrəl-ənbiya'i vəl-aləminə əcməin. Yəni o, Həzrət Əli əleyhissalam bütün peyğəmbərlərin və aləmlərin sirridir. Bu onun sözüdür. Daha sonra Həsənzadə Amili buyurur ki, əgər şiədirsə, xoş onun halına. Əgər sünnüdürsə, mən nə deyim? Yəni bu sözlər açıq-aşkar ortadadır. İbn Ərəbinin fikirləri mətndə göz qabağındadır. Və bu Misirdə 400 il bundan qabaq Şə'raninin yazdığı xülasələrdə öz əksini tapır. Lakin sonralar Fütuhat-ı Məkkiyənin mətnindən çıxarılır bunlar. Bəllidir ki, kimlərsə istəmir ki, onun həqiqəti tanınsın. Allah bizi Əhl-i Beytdən, Həzrət Əlidən ayrı salmasın. Bu videonu çəkməkdə məqsədim bu idi ki, bir çoxları İbn Ərəbinin barəsindəki yanlış düşüncələrə görə və bugünkü bir çox müasir alimlərimizə qarşı şək və tərəddüddədirlər. Bu videonun sonunda inşallah ki, onlar üçün də aydın oldu ki, İbn Ərəbi kimdir, o hansı etiqadın sahibi olubdur. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.